Dostlar, bu yaxınlarda bir məscidə getmişdim. Məscidin qapısında belə bir elan yazıb vurmuşdular ki, bu məscidin işığa borcu var. Allaha xatir kim istəsə kömək eləyə bilər. Altından da işığın, sayğacın kodunu yazmışdılar. Neysə, girib içəridə biraz əyləşdim. Bu söz məni çox düşündürdü. Və içimdən belə bir şeir gəldi. Yazdım ki, görəsən bu dünya niyə dağılmır? Çıxarmışıq lap ağını dünyanın. Allahın evinin işığa borcu var, Allah kəssin işığını dünyanın. Görən qalıb bir Allahın əzizi, günahlarla doldurmuşuq dənizi. Nuh Peyğəmbər gələ qutarmaz bizi, çevirmişik qayığını dünyanın. Bütün günü gülüb etdik lağlağa, qarğalar doluşdu bağçaya bağa. Köhləri, yekələri bağlamışıq bordağa, öldürür yarığını dünyanın. Görəsən bir təmiz varmı bəşərdə, hələ düşdü bir zülmə bir dərdə. Haqqı deyən alim, həkim içərdə, oxuduruq aşığını dünyanın. Düz deyəni məcbur edib dandırıb, hər insanı bir kələklə qandırıb. Alçaqları başımıza qaldırıb taftaladıq fağırını dünyanın. İnsan oğlu imanını satırsan, günlərini günlərinə qatırsan. Sakit axır vaxtlar sapan atırsan, dağıdırsan qatığını dünyanın. Sakit axır vaxtlar sapan atırsan, dağıdırsan qatığını dünyanın.